Salam, xoş gördük dəyərli tamaşaçılar. Hər vaxtınız xeyir olsun. Gecənin sehrində xoş gördük sizləri. Dəyərli tamaşaçılar, bugünkü verilişimiz bizim Azərbaycanımızın ən gözəl dilbər güşəsi olan Gədəbəy rayonunun İvanovka kəndində göz açmış, böyümüş, gözəl bir insanın xatirə işığına toplaşmışıq. O insan ki, bugün haqq dünyasına qovuşub, amma bugün Vidadi Süleymanovun ən azı bu gözəl, dəyərli qonaqlarımızın çıxışından sonra onun üçün hazırladığımız o sujetlərdən baxandan sonra bir daha siz də şahid olacaqsınız ki, hər bir insan həyatda iz qoyub getməlidir, ad-san qazanmalıdır. Hər bir insanın istər bu dünyası yaşayır, yəni insan öləndən sonra rəhmət qazanmır. Elə dirikən də rəhmət düşür və bugün Vidadi Süleymanovun xatirə işığına biz toplaşmışıq və elə Vidadi Süleymanovun doğulub boya başa çatdığı kəndin o ziyalıları da öz sözlərini deyib, onu tanıyanlar öz sözlərini deyib, sizinlə birlikdə biz o sujetlərə baxacağıq və mən bugünkü qonaqlarımı təqdim edirəm. Artıq yəqin ki, tanıdınız, hamımızın sevimlisi, Azərbaycan xalqının çox sevdiyi, dəyər verdiyi tibb elmlər namizədi, dosent, əməkdar müəllim Rəşid Mahmudov. Xoş gəlmişsiniz Rəşid müəllim. Sağ olun, təşəkkür ederim. Və elə haqqında danışacağımız, danışdığımız, bugünkü xatirə işığına toplaşdığımız Vidadi Süleymanovun qardaşı Rizvan Süleymanov keçmiş, həm də hərbiçi olub və yenə də bizim çox sevdiyimiz, aşığımız Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Aşıqlar Birliyinin sədr müavini Altay Məmmədov. Hər biriniz xoş gəlmişsiniz. Çox sağ olun, təşəkkür. Biz məlumdur ki, Vidadi Süleymanovun xatirə işığına keçən dəfə toplaşdıq. Onu sevərlər, qohum, əqraba, dostlar, hər bir kəs öz ürək sözlərini dedilər. Bəli. Və biz də kameramızın yaddaşına bax, o xatirələri köçürdük və qərara gəldik ki, düzdür, onu sevərlər çoxdur, qohum, əqraba, çox adamların ürəyindən çox şey keçirdi ki, lap ürəklərini təmiz boşalsın. Amma biz 3 nəfəri dəvət etdik və sizlər. Çünki bəzən elə adamlar var, adam insanın dostu filanı çoxdur, amma daha yaxın olan insanlar lazımdır ki, həmin insan haqqında geniş formada desin. Mən indi əlbəttə sizin, hər birimizin ürəyi doludur, ona o qədər sözləriniz var ki, deməyə. Amma bir hazırladığımız sujetə baxaq, sonra sizin ürək sözlərinizi eşidək, olarmı? Olar, olar. Zaman çapar at kimi ötüb keçir, səssiz, səmirsiz. Heç bir maneə əhmiyyət vermədən, arxada qoyub gəldiyimiz acılı, şirinli xatirələrin həsrətini çəkə-çəkə bu həyatda yaşayırıq. O xatirələr ki, acılığı ilə qəlbimizin göynərtisinə səbəb olmuş, bizi düşündürmüş, şirinliyi də bir sevginin atəşində könlümüzü isidərək, yaralarımıza məlhəm qoyaraq bizi daima düşündürmüşdü.
Elə o düşüncələr əhatəsində biz özümüzə qayıdaraq işimizi, əməlimizi, öz varlığımızı bir daha təsdiqləmiş oluruq. İçində yaşadığımız bu kainat, yer üzünün əşrəfi olan insanlar vasitəsilə gözəlləşir. İnsanların ömrü isə onların övladları, uşaqları vasitəsilə zinətləşir. Övlad Allahın lütfu ilə insanlara bir neymət, qismət və Allahın bizə əmanətidir. 1959-cu ildə Gədəbəy rayonunun İvanovka kəndində Əli Süleymanov ailəsinə yenidən sevimli bir evlad, Allahın əmanəti bəxş olunur. Vidadi xüsusi bir insan idi, özəl bir insan idi, gözəl bir insan idi. Biz həm qohum, həm dost idik, uşaqlığımız bir keçibdi. Vidadi çox şux, çox şən, çox mehriban, çox istiqanlı bir şəxsiyyət idi. Çox əməksevər, həyatda çox əziyyət çəkmiş bir insan idi. Və o əziyyətin bəhrəsindən də mən deyərdim ki, bütün əzizləri, bütün el-oba bəhrələnmişdi. Atanın, ananın gözünün nuru, açılan sabahı, gələn uğuru, ürəyi tərtəmiz, qəlbi dupduru, dünyamızın xoş çağıdır övladlar. Vidadi Süleymanov böyüyür, orta məktəbi bitirir. Əskəri xidmətini başa vurduqdan sonra ailənin və özünün maddi durumunu yaxşılaşdırmaq üçün atasına Rusiyaya getməsini bildirir. Uşaqlığımız, yoldaşlığımız, dostumuz bir keçib. Dost itirmək çox çətin şeydir. Uşaqlıqda da Vidadi çox balaca boy, belə deyim, olsa da qoçaq, əla çox yardı. Bizim sinifdə 32 nəfər idi. 32 nəfərdən 28-i ali məktəbi qutarı. Mən onu bir neçə dəfə görmüşəm və onu mən civər kimi görmüşəm, hərəkət edən görmüşəm. Ona bir söz deyirdim Vidadiyə. Elə bil başında kompüter var idi. Ən son variantını çıxardıb deməyi bacara bilən adam idi. Və belə adamlar doğrudan da həm iş qurmağı bacarırlar, həm də əl tutmağı bacarırlar. Vidadi müəllimi mən çox görək kəsmişik bir yerdə işləmişik. Onun barəsində, onun haqqında çox gözəl sözlər demək olar, lap çox demək olar. Allah onun ailəsinə səbr versin. Atasını özünün qibləsi, səcdəgahı, hikmət xəzinəsi, ruhunun nurlu gözü, dilinin müqəddəs sözü, göylərdə günəşi, qəlbinin sevinci saydığı atanın nəsiyyətinə qulaq asır və yola düşür. Rusiyaya üz tutur. İlk dəfə gedəndə heç yeri, heç kimi tanımır. Allahın sevgisi onu darda qoymur. Bütün çətinlikləri geridə qoyur. Vidadi özünə iş tapır, işləyir. Sonra aylıq maaşından ata-anaya da göndərir. Vidadi işləyə-işləyə hətta ali təhsil almaq üçün sənədlərini ali məktəbə verir. Politexnik institutuna qəbul olur. Oranı müvəffəqiyyətlə başa vurduqdan sonra yenidən ikinci ali təhsil almaq üçün sənədlərini Yekaterinburg Universitetinə verir və həmin universitetin hüquq fakültəsini bitirdikdən sonra Rusiyada öz karyerasını qurur. Tez bir zamanda ad-san qazanır. Azərbaycan adını, bayrağını yüksək səviyyədə təmsil edir. Vidadi ağır, çətin günlər görmüş. Rusiyaya gedəndə
tanımadığı, bilmədiyi bir bölgəyə getməsi, formalaşması, döyüşə mövqeyini axtarıb tapması bu adamlarda bir neçə xasiyyət əmələ gəlir. Həm vətəndən kənarda bir döyüşkənlik ruh əmələ gəlir və Rusların da bir qaliblik xasiyyəti var. O qaliblik də mütləq xasiyyətində bəzən sərtlik, ona görə müxtəlif qərarlar verir, belə deyək. Onda sərt qərarlar da verməzlər. Bəzən sərtlik və bəzən yumuşaqlıq və yəni dostluq. Biz Vidadini daha çox dost, yəni bizlə olanda daha çox dost, o yumuşaq hissəsini görürdük. Amma o boyda işləri görmək üçün mütləq kimsə də bəzən Vidadinin, belə deyək, xırda bir sərtliyini də görə bu normal bir şeydir. Mən 20 ildən çoxdur Vidadi müəllimi tanıyırdım. Azərbaycan mədəniyyətini çox sevərdi Vidadi müəllim. Xüsusən muğam sənətini, aşıq sənətini çox sevirdi və çox yüksək qiymət verirdi. Böyük üstadlarımızın yaradıcılığına bələd idi. Üzü Qurbanidən tutmuş müasir aşıqlarımızın demək olar ki, yaradıcılığına bələd olan bu insan sazı, sözü sevirdi. Xüsusən Aşıq Ələsgər vurğunu idi. Aşıq Ələsgərin şeirlərini demək olar çoxunu əzbərdən bilirdi. Aşıq Ələsgərin kitabını mən cildlərlə, dəfələrlə Vidadi müəllim üçün buradan aparmışdım. Oxuyurdu, şadlanırdı. Günlərin bir günündə mənə dedi ki, Altay, sən bir yaxşı saz düzəldən ustad tanıyırsan yəqin ki. Hardasa bir 20-yə qədər yaxşı nizam saz düzəltdirirsən. Vidadi müəllim, bəli, o sözü mənə dedi. 20-yə qədər mən sazı sifariş verdim gözəl bir sənətkarımıza, gözəl bir ustadımıza və o sazları özü maraqlanırdı ki, yaxşı sazı, sözü bacaran, bu xalqın mədəniyyətini layiqincə yaşadan insanlara onu ərmağan elə. Bəli, o sazın biri də bugün mənim bu sinəmdə bu qara sazdır. Uca Yaradanın xəlq etdiyi bu dünyada hər şeyin öz məkanı, zamanı, səliqə, səhmanı var. Hər şey son dərəcə dəqiq seçilib, dəqiq düzülüb. Hər şey hakim-i mütləqin qayda qanunları ilə idarə olunur. Bu yaranışı dərk edib həyatda layiqli yerini tapmaq qabiliyyəti Ulu Tanrının ən dəyərli hədiyyəsidir. Amma bu ruhu dinçlik, bu rahatlıq hamı üçün eyni deyil. Yaxşılıqlarla dolu, mənalı ömür sürmək hər kəsə nəsib olmur. Vidadi müəllimin sevdiyi havalardan birini sizin nəzərinizə çatdırmaq istəyirəm. O havalardan idi ki, Aşıq Ələsgərin yaylaq şeirini çox sevərdi. Xüsusən də baş sartel havası üstündə.
başqadan ağlama. Reklam dəqiqələrimiz bitdi. Dəyərli tamaşaçılar, 510-3806 telefonu ilə Vidadi Süleymanovu tanıyan, yaxından tanıyanlar, xoş xatirəsi olan əlbəttə bizə zəng vura bilərlər. Və Rizvan müəllimlə biraz sizdən bizim çox dəyərli, çox sevdiyimiz Rəşid doktordan sonra sizə sual verəcəm. Çünki qardaş üçün də, doğma əzizləri üçün də biraz ağırdır. Çünki bu cür itki hər adama ağırdır, çox ağırdır. Və doktor, bəliniz şirin olsun. İnsan çox dəyər verdiyi, elinə, obasına daim gərəkli olan, həmişə yardım əlini uzadan, gecə gündüz ürəyi, bax o doğulub boya başa çatdığı kəndlə, ailə ilə döyünən, onları düşünən bir insanın 58 yaşında, 58-59 arası oldu. 59. Çünki 60 arası. dünyasını, əbədi haqq dünyasına qovuşub gedən və bir daha bilirik ki, görə bilməyəcək. Yaxşı insanlardan gedir. Bax, siz də onu ən yaxın tanıyan insanlardan birisiniz. Nə deyərdiniz? Əvvəla Lider kanalına çox minnətdarlığımı bildirirəm ki, elə bir insanlar, tarixi bir adam olan Vidadi Süleymanov elə belə adam olmayıb. Azərbaycan xalqı üçün önəmlidir. Təkcə Gədəbəylər üçün yox, ziyalı bir insan idim. Mən ondan, inanırsınız, mən təzə istəyirdim ondan dərindən. Mən ondan doymadım. Başa düşsəm, insan var, söhbət edirsən, bütün dərdini danışsan, hər şeyi danışsan və ondan doyursan. Amma mən ondan doymadım bu həyatda. O qədər gözəl insan idi, o qədər çevik köhlüyünə baxmayaraq, o qədər çevik, o qədər cəld, o qədər qabiliyyətli adam idi ki, mən sizə deyim, insan, mən niyə ona ziyalı dedim? İnsan dünyaya gəlir ki, onun izi qalsın. İnsan bu dünyaya gəlir ki, ondan bir yadigar qalsın. Özü çox çalışqan olduğu üçün mən onun bir şeyini deyəcəm. Biz təsadüfən Saratovkada görüşürdük, sonra Qızıl Torpaqda görüşmüşük, Gədəbəyin özündə görüşmüşük onunla. O bir yerdə duran adam deyildi. Deməli, İvanovka kəndinin körpüsü yox idi. Deməli, bu başladı körpü saldırmağa. Bu xalqına xidmət eləməkdir. Başqa, ondan çox pulu olan adamlar da vardı o kənddə. Ondan varlı olan adamlar da vardı o kənddə. Heç bəlkə də heç nə eləmədi. Bəli, heç bəlkə, bilmirəm neydi, bəlkə onlar dedik, bilmirəm. Amma bu adamda, heç onun özü oradan keçməyəcək, ildə bir dəfə gəlirdi o. Ən çox yayda gəlirdi o. Yayda da iş görməyə gəlirdi, elə-belə gəlmirdi o. Deməli, Vidadi o qədər gözəl insan idi ki, gəlir bu körpünü çəkdirir, düzəldir. Körpüdən başqa xalqına etdiyi nədir? Bu məktəb tikdirib. Elə bir məktəb tikdirib ki, o məktəb nümunəvi bir məktəbdir. İvanovkada gözəl bir məktəb tikdirib. Hər adam bunu tikdirə bilməz. Bax, dünyada, Azərbaycanda 3 nəfər adam mən bilirəm ki, məktəb tikdirib. Özü pulunla ha. Bir var ki, dövlət hesabına ondan bundan ala yığıla elələr. Amma bu öz pulunla məktəbi tikdirib və özü də xalqına xidmət edib ondan. Biri Zeynalabdin Tağıyev Qızlar Məktəbini tikdirib, bilirsiniz, neçənci illərdə. İkincisi, bilirsiniz ki, Vidadi tikdirib. Bir də zat tikdirmək istəyir, Zərdabi tikdirmək istəyir. O yazıqda tikdirmək istəyir. Həsən bəy Zərdabi də tikdirə bilmədi heç. Niyə? Pul vermədilər. İnsanlar pul vermədi ki, məktəb açsınlar. Çox qəribə şeylər var, onları açıq demək istəmirəm. Bizə qan qaraltısı gətirə bilər. Yəni, bunların içərisində Vidadinin tikdirdiyi məktəb, mən arz edərdim ki,
o Vidadinin titirdiyi məktəbə Vidadinin adı verilsin. Vidadi kimi qeyrətli, namuslu, xalqına xidmət edən, dövlətini, dövlətçiliyini sevən və kəndini, təkcə kəndi yox, Azərbaycanı sevən bir adam idi. Axırıncı dəfə ölümündən bir qabaq görüşmüşdük. Ya idi, getmişdi oraya. Mənə dedi ki, birini qoy, hələ çox şeyləri var, onun qaldı burada yarımçıq İvanovkada nələr eləyib, meçid titir İvanovkada. Mənə dedi ki, Rusiyada mən yaşayıram, dedi ki, Rəşid müəllim bir günləri özü söhbət eləyirdi. Deyirəm, onun üçün doymadım, o çox şeylər eləyib, elədiyi şeylər. Deyir ki, mən Rusiyada yaşayıram, orada Ruslar da yaşayır, Tatarlar da, Azərbaycanlılar da. Bu Tatarlar üçün istəyirlər ki, bir məscid titirsinlər. Bu məscidi, bu deyib ki, bütün pulunu verəcəm mən, gedin kərpişləri alın, gətirin, qumunu, sementini, hər şeyini edir. Başlayıb məscidi tikdirmək istəyən kimi məscidi saxlatdırırlar. Ruslar deyib, birinci kilsə tikilməlidir, ondan sonra məscid tikilməlidir. Bu məscid yarımçıq qalanda bu məcbur olur ki, əvvəlcə Ruslar üçün, onlar üçün, xristiyanlar üçün bir dənə kilsə tikdirir. Öz pulunla. Bunu da tikdirir. Onunla bərabər məscidi də tikdirir. Belə deməli, təkcə Azərbaycana yox, burada yaşadığı, bəli, orada yaşadığı insanlara da nə qədər xeyir verir bu. Onunla bir sənətər doymaq olmurdu, amma bir yerdə dayanan adam deyildi. Həmişə nə işsə bir şeyisi, amma onun çox sevdiyi saz idi. Məni kimi ölürdü sazdan ötürü. Onun sevdiyi söz aşıqlı idi. O Rusiyada mı birinci Ruslar icazə vermir ki, kilsə tikilsin? Hə, elə bilirəm İvanovka. Yox, hayır, sən Rusiyada, bunu yaşadığı şəhərdə deyirlər ki, bu həm Tatarlar çoxdur, müsəlman kilsəsi. Yox. Çünki orada da Ruslar olur. Yox. Orada yaşadı, deyirəm, o yaşadığı yerdə həm xristiyanlar üçün kilsə tikdirib, həm Azərbaycanlılar və bir də Tatarlar üçün məscid tikdirib. Belə şey deyil. Orada yəqin məktəb olar, Rus dövlətdir, böyük dövlətdir, onların məktəbləri var, bir şey olmasa məktəb tikdirir. Məktəb tikdirmək, mən arzu elərdim ki, məktəb Vidadi Süleymanovun adına verilsin. Mən çox xahiş edirəm dövlətimizdən də, xahiş edirəm prezidentimizdən də, mən xahiş edirəm müəyyən qurumlar bu barədə düşünsün. Onun əməyi itməməlidir. Vidadi Süleymanov elə bir insan idi, təkcə bunu eləməmişdim. Ondan başqa öz kəndinə məscid də tikdirmişdi. Burada mən sizə bir şey kənara çıxım. Bu, həm müsəlman kimi müsəlmançılığını, dinimizin inkişafını təmin edir. Eyni zamanda məktəb tikdirir ki, yaxşı balalarımız yaxşı olsun, ziyallı olsun. O özü o əziyyətləri görmüşdü hamısını. O qədər insani keyfiyyətləri vardı ki, bir də olan ki, Rəşid müəllim, bir gedək çörək ye, əl çəkməzdi. Deyirəm, indi yeyib gəlmişim. Yox, gedək bir oturaq ikimiz də. Bu, o qədər həm çox qonaqpərvər, həm də sərt adam idi. Nə qədər mülayim, həlim olsa da, o qədər də bilirsən, onun dediyini eləməsən, səndən küsərdi. O qədər qabiliyyətli insan idi. Doğrudan da çox ciddi adam idi. Belə, nə tər ciddi? İşində ciddi idi. İşində ciddi idi. İşində ciddi və yenə də bir hazırladığımız bir sujetə baxaq, sonra söhbətimizi davam etdirək, olarmı? Olar. Və dəyərli tamaşaçılar, 518-06 telefonu ilə buyurun, zəng vurun. Yenə də deyirəm, Gədəbəy rayonunun İvanovka kəndində Vidadi Süleymanovun xatirəsinə yaxından onu tanıyan, bilən insanın bəlkə də heç deyilməyən elə bir ürək sözü var ki, xoş xatirəsi var ki, bugün bizə zəng edib deməyiniz lap yerinə düşər. Və Allah Vidadi Süleymanova rəhmət eləsin, onun ruhu, məkanı şad olsun. Elə, vallahi, mən inanıram ki, bu dəqiqə onun ruhu şaddır. Niyə? Sizin kimi dəyərli insanlar onu sevərlər, bugün onu yad edirlər. Sujetə baxaq. Vaxtında imdada getməyi,
ehtiyacı olanlara əl uzatmağı, kimsəsizlərə arxa dayaq olmağı Allah Taala'nın sevib seçdiyi bəndələr bacarır. Belə sevimli bəndələrindən biri də Vidadi Süleymanov olur. Vidadi Süleymanovun öz iç dünyası, həyatda dünyaya baxışı, cöhrəsində daim insanı düşündürən və özünə cəlb edən onun böyük ürəyi olub. Hansı ki o ürək sonda sahibinə vəfasız çıxıb. Vidadi Süleymanovun xatirə işığına üz tutduqca görürsən ki, əslində tali ömür dediyimiz elə insanın özüymüş, bir ömür yolu. Bəzən insanın əli yerdən, göydən, dost doğmalarından üzüləndə yenə də içinin dərinliyinə çəkilir, yenə də yaşamaq naminə Tanrıya üz tutur. Amma insan dünyanın harasında olursa olsun, ölüm onun iyisini alır. Elə yaşadığımız ömür də ölümə körpüdür. Haqqında həmişə xoş sözlər eşitdiyimiz Vidadi Süleymanov kişi kimi bir ömür yaşadı. Ömür qısa olsa da yaxşı dostlar qazandı. Rahat danışsaq, uzun müddət danışa bilərdim. Ancaq üzr hesab bilin, biraz dost itirmək çox çətin şeydir. Uşaqlığımız bir keçib, müxtəlifdə bir oturmuşuq. Axır günlərdə də yeni bir görüşdük. Elə bilirdi, elə bir sözlər, cümlələr işlədirdi. Anam çağırıbdı, anam yanına getməliyəm. Anamla görüşməliyəm. Vidadi Süleymanovun ürəyi çoxdan imiş ki sözünə baxmırmış. Ömür adlı meydanda onu darda qoya bilərmiş, sən demə. Dostları, doğmaları onu təkid edəndə ki, dava dərman elə, həkmə get, gülə-gülə. Bu yazıq ürəyə imkan verək, heç olmasa bildiyi kimi döyülməyi ona çox görməyək, deyirmiş. Son zamanlar onun sinasındakı, bəzən ciddiyyətində bir kəpənək qanadı boyda kövrək gülüşü dostlarını, qohum qardaşı, ailəsini sevindirərmiş. Müqəddəs Quran-ı Kərimdə yazılır ki, insan qarnı tox olanda ailəsindən, qohumundan, qardaşından kiminsə acılığı varsa ona kömək əlini uzatmalıdır, sonra qonşuya baxmalıdır, sonra elinə, obasına baxmalıdır. Mən deyərdim ki, Vidadi qağa bəlkə də ailəsindən öncə ətrafında olan kasıblara, imkansızlara əl tutan birisi idi və sağlığında öz cənnətini qazanan birisi idi. Bizim axırıncı görüşümüz Altayın evində, məkanında oldu. Həyatda oturmuşduq. İnanın ki, bizi görəndə, bir uşaq anasını görəndə necə sevinərsə, elə bir sevinclə mənim üst-üstümə gəldi. Qucaqlaşdıq, bir 5 dəqiqə kimi bir-birimizi sıxdıq. İllər sanki bizi ayıracağını hiss eləmiş kimi qucaqlaşdıq. Sanki belə insan hiss elirdi ki, olmayacaq. Bizi axırıncı görüşüdür. Gecə saat 1 oldu, 2-yə qədər ayrıla bilmirik. Nə o bizdən, nə biz ondan. Sonuçta belə qərara gəldik ki, sabah yenidən görüşək. Dedi, sabah başqasına söz vermişəm. Dedim, Vidadi qağa, bəs onda birisi gün. Mən düşündüm, yəqin bu geri dönəcək. Rusiyaya qayıdacaq. Və bir şey izah elədi ki, mən gələndə geriyə bilet almadım. Həyat yoldaşım soruşdu ki, bəs geri biletin nə zamandır? Dedim ki, mən gəlməyəcəm, siz gələcəksiniz ora. Bu əynimdəkinlə gəlmişəm, dedi oradan. Çünki mən gəlmişəm getməmək üçün. Mən bir gün sonra zəng elədim Rizvana. Rizvan, qağa neyniyir? Dedi, qağa yoxdur. Dedim, necə yoxdur? Getdi, dedi, yox. Qağa əbədi getdi. Vidadi Süleymanovun keçdiyi ömür yoluna dönüb baxanda həm sevindim, həm də kədərləndim. Bir anlığa xəyallara daldım. Dünyasını dəyişib axirətə qovuşan o xeyirxah, hamının əlindən tutan, minlərlə insanların könüllərinə bir sevgi körpüsü yaradan bu insanın həyatda dostları, qohumları, qəhər boğucu ürək sözlərini eşitməli oldu.
dözə bilmərəm. İlahi, verdiyin bu qızılı gülün, ətrin qoxlamasın, ölə bilmərəm. Ətrin qoxlamasın, ölə bilmərəm. Ölə bilmərəm. Ayrılık, ayrılık, ayrılık oldu. Ayrılık, ayrılık, ayrılık oldu. Bizim kısmetimiz ayrılık oldu. Ayrılık, ayrılık, ayrılık oldu. Ayrılık, ayrılık, ayrılık oldu. Bizim kısmetimiz ayrılık oldu. Neden kısmetimiz ayrılık oldu? Neden kısmetimiz Doğrudan da dost seçimi böyük hünərdir. Dost və dostluq. Sən demə insan sağlığında elə dost qazanmalıymış ki, onun yoxluğunda söz deyəndə qəhər ona imkan verməsin ki, ürəyindən keçən o sevgi hisslərini bildirsin. Hər bir insana Vidadi kimi dost, qəlbi təmiz, ürəyi açıq insan arzulayardım. Yaşlı adamlar yaş dövrünü keçəndə, arxaya baxanda hər birimizin səhvimiz görükür. Hər bir insan səhvini düzəltməklə, səhv işlərlə düzəlir, yəni doğru yol tapır. Ancaq bu həyatda kimsə səhv görmüş olsa, səhv hərəkət edilmiş olsa, kiçiklərə, özündən sonra gələnlərə heç vaxt bunu tövsiyə eləməz və o çalışar düzgün yolu göstərsin və yenidən olmuş olsa, mənə elə gəlir ki, o səhvləri eləməz. Bizim də dostumuzla, rəhmətli ilə belə söhbətlərimiz oldu axır dövrdə. Təəssüf. Beynimdəki minlərlə söz sanki birdən-birə yoxa çıxıb. Bax elə bu dəmdə sükutun lal dilində danışmaq bacarığım da yoxdur ki, nəysə danışım. Mən də sözün bitdiyi yerdəyəm. Dünən sağ-salamat gördüyün adamın həyatdan olmadığı haqqında danışmaq dəyirman daşı kimi elə ağır olur ki, ağırlığa ürək tab gətirmir. Və dəyərli tamaşaçılar, bizim dəyərli qonaqlar, hissə-hissə biz Vidadi Süleymanovun xatirəsinə biz sujetlər hazırlamışıq. Arada o sujetlərə də baxırıq. Əlbəttə, sizin o canlı içinizdən qopan, könlünüzdən qopan o xatirə sözlər həm tamaşaçılarımız üçün, həm Vidadi sevərlər üçün, həm Vidadi Süleymanovun doğma və ən əziz, yaxın adamları üçün də bir təsəlli, bir təskinlik və onları elə bil, Vidadi Süleymanova sizin o xatirələriniz elə bil sanki bu dəqiqə yanımızdadır. Bəli, ruhu yanımızdadır. Bəli, ruhu yanımızdadır. Onun ruhu, sizin o gözəl sözləriniz onun ruhunu şad edir. Və Rəşid müəllim o qədər gözəl xatirələr, o qədər gözəl onun gördüyü işlərdən danışır ki, yəqin deyəcək sözləri çoxdur, yenə də deyəcək. Amma Rizvan müəllim, siz Vidadi müəllimin qardaşısınız. Bu cür bir qardaş itkisi əlbəttə ağırdır. Onun üçün söz demək də sizin üçün ağırdır. Çünki bəzən deyirlər ki, filan kəs 90 yaşında, 100, onun əziz, insanın ata, ana, bacı, qardaş əzizdir da.
onun yaşı yoxdur. Əzizini kimsə itirirsə, onun yaşı yoxdur. Bir ananı itiririksə, bir atanı itiririksə, onun fərqi nədir? 100 yaş oldu, 50 yaş oldu. Bu bizim nəfəsimizdir, dəyərlimizdir. İtirmək istəmədiyimiz bir, nə bilim, bir ürəyimizin demək olar ki, hamısıdır. Bax, bu budur. Siz Vidadi Süleymanov haqqında demək istədiyiniz çoxdur, amma bir şey bilmək istəyirəm ki, deməli o gəlir, ürəyi xəstə olur və istəyir əməliyyata getsin, amma hər günü günə calayır. Bax, son dönəmdə gəlişinlə bağlı o xatirələr, dediyi sözlər. Təşəkkür edirəm sizə Dilşad xanım. Bugünkü tədbirinizə görə, çəkilişinizə görə, ümumiyyətlə bu təşəbbüsə elə qatıldığınız gündən sizə təşəkkürümüz sonsuzdur, gerçəkdən. Estağfurullah, borcumuz. Vidadi haqqında mən az danışa bilərəm. Mən qardaşıyam. Xalq danışır, el-oba danışır onun haqqında. Gəlişində də bir demişdi ki, biraz xəstəyəm, həkimlərə gedəcəm belə. Qardaşlarım dedi ki, gəl Bakıya, Bakıda yoxlanarsan. Gəldi də, qarşıladıq. Əvvəlcə biz bilmirdik əslində bunun gerçəkdən ürəyində problem olduğunu, amma sonradan aydınlaşdı, müəyyən oldu ki, bu ürəyində narahatçılıq var, heç özü bilmədən əvvəldən də infarkt keçirmişdi. Mikroinfarktlar var idi. Mikroinfarkt, ürəyin tar damarlarının bir neçəsi tutulmuşdu. Mən deyirdim ki, bunu elətmək lazımdır. Elətmirdi. Bəli. Doktorun arası yox idi öz aramızda. Getmək istəmir. Həkimlərdən biraz da uzaq durur. Nəsə, çəkinərdi. Ya bəlkə istəmirdi. Yox, amma keyfini də pozmazdı. Rəşnər. Keyfini də pozmazdı. Düzdür, hiss elətmirdi. Günə uzadırdı. Hətta mən Rafik mənimlə getdim, görüşdüm. O Giga Hospitalda. Rafik mənim də dedi ki, təcili gətirin, gəlin. Amma özü getmək istəmirdi. Çox yerdən çağırırdılar. Hazırlıq görmüşdülər. Həkimlər, bəzi adamlar istəmir, qorxur. Bilirsiniz, bir gün səhər yuxudan ayılanda mən açıq əməliyyat olduğumu gördü və ondan gerçəkdən qorxmuşdu və onu qardaşım Bakıfə demişdi. Biz də başa düşürdük ki, o istəmirdi elə bir əməliyyat keçirsin. Narahat idi, ondan narahat idi, amma eyni zamanda da heç kəsə inanmırdı da. İnanmırdı ki, belə bir şey olur. Həmişə kimi gülər üzüydü, heç nədən narahatçılığı özdə heç ölümdən belə qorxmazdı. Eyni zamanda vəsiyyət də eləyirdi. Danışırdı. Tapşırıqlar verirdi mənə. Dedi ki, o bizim bir melodiya var, o tütək, Çoban Bayatsının. Bəli. Bax, deyirdi, məni o Çoban Bayatsın səsləndirərək dəfn edir. Mən sizə deyim ki, yayın bir isti günüydü. Qəflətən birdən xəbər gəldi ki, Vidadi rəhmətə gedib. Dedim, sən nə danışsan, ola bilməz, hansı Vidadi? Dedim, ola bilməz, bunu araşdırın. Araşdırdılar, dedilər. Gəldim, gördüm İvanovkada, cəmaat nə qədər, bunu nə qədər sevərlərmiş, nə qədər dostlarmış. Əvvəla mən bir söz deyim, heç kəs qüssələnməsin, çox xahiş edirəm. İnsanın həyatda bir missiyası var. Bilirsiniz, o missiyanın hamısını bu 58-59 yaşına qədər hamısını yerinə yetirmişdi. Məktəb tikdirdi mi? Dinə qulluq elədi mi? Körpü saldı mı? Və mənə deyirdi ki, imkanım olanda bu yolu da asfalt elətdirəcəm. Mənə dediyini deyirəm. Öz yaşadığı Rusiyada elədim onların hamısını. Bu adam missiyasını yerinə yetirib. Ondan sonra yaşadığı yaşayış, o çalışkan adam idi. Nəsə bir yerdə durmazdı, nəsə bir şey edəcəkdi yenə də. Bilirsən, bu
elədiyini eləmişdi. Ondan sonra yaşaması onun çörək yeməkdir. Mən bilirsən, mənim bir dostum var. Bilirsən, Allah heç kimi dostdan, bax, sizə qardaşsan, yanırsan üçün, sən onu məni qədər tanıya bilməzsən. Sən onu tanıyanlar qədər onu tanıya bilməzsən. O qədər qəlbli adam idi ki, bilirsən nətərdir, dost harda olur olsun, nə qədər incisə də səndən bir mamit tapıb səni tapacaq mütləq. Sevəcək səni mütləq. Mənim bir dostum var, Mednus'da işləyir, Dasetdir. O da Tariyel İsmailov. Çox gözəl bir insandır. Kişilik rəmzidir, həqiqətən. Mən zarafatla deyir, Rəşd müəllim, 82 il yaşamısan da, bəsdir də yaşadın. Adam o söz deməz. Yox, deyərlər, yox, biz zarafat. Bəli, yaşamışam mən. Amma mənim missiyam var, hələ doldura bilməmişəm o missiyanı. Mən xalqıma istədiyim qədər xidmət eləyə bilməmişəm. Açıq deyirəm sənə. Onu Allah mənə kömək eləyir ki, mən bu saat bir kitab da yazdım. Allah mənə kömək eləyir ki, deyir, niyə sən ölmək istəmirsən? Deyirəm ki, mən sənətər verəcəm. Allah ömür versə, yaşasam. Bütün işlərimi qutarandan sonra deyəcəm, böyük bir qonaqlıq verəcəm. Yiyib içəcəyik, hamımız. Və sonra da məni eftanaz eləcəklər. Bir sənə Venama, deməli, nə vuracaqlar? Hava vuracaqlar və məni öldürəcək. Kef elə, gül çiçəklə aparıb bastıracaqlar. Amma mən sizə bir şey deyim. İnsan, ay oğul, vidadi, nə evlatları üçün, nə yoldaşı üçün, nə qardaşları üçün, heç kəs üçün yaşamır. O, ətraf mühit üçün, dostu üçün yaşayır. Allah heç kəsi dostsuz eləməsin. Hər adama da dost deyilmir, ha, elə belə dostdur. Kəndi çox severdi. Bəli, mən bilirdim. Kəndin cəmaatını çox severdi. Hətta ürəyində bir arzusu var idi ki, mən gəlim, Altay bilir onu. Bilir. Qardaşım Vaqifə də tapşırdı ki, torpaq, bax, bir ərazi al, bir 100 dənə ev tikin, kənddən köçənləri geri qaytaraq. Allah. Geri dönsünlər kəndə. Rusiya gedənləri. Ondan əvvəl hələ bu məscidin açılış vaxtında yadımdadır ki, Vaqifə dedi ki, hərbisiylə, Vaqifin dostuydu hərbisiyə tamamıyla, dedi, onunla danış, ən yüksək yerlərdə harada narahatçılıq var, bir blindaj tikilsin orada, nəsə yardım eləmək var, hərbiyə yardım eləmək var. Yəni, o qədər çox sevirdi kəndi, sonsuz idi sevgi. Sözlə deyildi, mən qayıdıb kənddə yaşayacağım. Demirdi, mən Bakıda yaşayacağım, mən orada. Rusiyadan gələndən sonra bu Azərbaycana axırıncı dəfə, sonuncu dəfə neçə gün sizdə qaldı? Öz evində qaldı. 8 gün biz Gəncədə olduq, Vaqifin evindəydik. 8 gün orada qaldıq, sonra döndük, gəldik. Çünki orada bir narahatçılıqları var idi. Biz gəlməliydik, təcili yoxlanılmalıydı. Əslində mən onun ürəyinin ağrımağını orada aşkar elədim. Biz Hacı kənddə oturmuşduq ikimiz bir gün. Onun narahat olduğunu gördüm, simptomlar, yəni özümdə keçirdiyim simptomlar bildim də, dedim, səndə ürəyində narahatçılıq var, başqa bir şey yoxdur. Elə bilirdi, onun şəkəri var, o da narahat edən, amma yox. Sonra biz gəldik, getdik, yoxlandıq, gerçəkdən. Ürək damarlarında tıxanıqlıq. Bəli, taş damarlar var, o damarların bir neçəsi tutulmuşdu. Onu da gərək... Amma tez üstünə düşsə... Məsələn, o açıq əməliyyat edirlər, kəsirlər, açırlar, ürəyin arteriyadan birini ayağından damar oraya calayırlar və yaxud da bunlar olmasa da stent qoyurlar, o asılıdır, nə qədər yer saralır. Stent uyğun olmadığı üçün... Stent açıq əməliyyat olmalıdır elə adamlar. Həmin dəqiqə konsilium keçirildi, açıq əməliyyat olmalıydı. Günü uzatdı, məsələ razılaşmışdı birinci günə getməyə, amma 6-cı gün günortadan sonra biz danışmışdıq, yenə gedək yox. Onlar dedi, yatım, durub gedərəm. Amma yatdı da durmadı. Və bunu belə. O da dünyasını dəyişdi. Həyat o qədər doğrudan da kaş bütün insanlar həyatın bax bu anını düşünələr. Bəli, mən bir şey deyim sizə. Həyatda yaxşılıqdan başqa heç nə qalmır. Heç nə qalmır. Əməldən başqa heç nə qalmır. Yaxşılıqdan başqa heç nə qalmır. İnanın sizə, mən deyim ki, bu insan elədir. Mən bütün iş adamlarına buradan deyirəm.
Kəfənin cibi yoxdur. O dünya heç kəs pul aparmayacaq. Nə pullarınız varsa bu dünyada qoyun. Xahiş edirəm, nə xalqa xidmət edək, vətənimizə, dövlətimizə, dövlətçimizə xidmət edək. Hərə bir işin qulağından tutsun, bir gücündən tutsun və insanların yaxşı yaşaması. Görürsünüzmü? Büyük Vidadi Süleymanov bu dünyada deyil. Amma onu nə qədər sevirlər. Onun qardaşından da, qohumlarından da çox onun dostları yanır, tökülür. Ürəyim yanır, inan ki deyirəm. Bilirsən nədir bu? Dost itirmək doğrudan da çox çətin şeydir. Çox çətin şeydir. Bəli, dost itirmək çox çətindir. Bax, sizin o sözünüzə qüvvət, mən fikrimi deyəcəm, amma Altay müəllim də onun daha çox evində olur. Bundan çox dostlar. Bu sazdan ötürü ölürdü məni kimi. Pastoyanı bunlara gedirdi, saz çaldırmağa bununla. Mən deyirəm, Allah qoysa, may ayında Rizvan müəllimlə danışmışıq. Elə Vidadi Süleymanovun hər birinizin o Pəri ana ilə də deyirəm, gedək görüşək. Bir anamıza da bat çəkək. Onun o qrup yaratdığı, o doğulub boya başa çatdığı kəndin ki, hansı ki soyundan içib, o çınqıllı daşlarında gəzib, o palçıqda, suyunda, o qarlı kənd həyatını, o hər bir torpağında onun izi var, nəfəsi var. Bax, birlikdə orada baş çəkərik. Ay, Altay müəllim, sizin də son dəfə gələndə elə birinci sizdə də. Bu çoxdandan tanıyır, 20 il dostluq edir bununla. Az deyil. 20 zarafatdır, bir çox. Bu daima sazdan ötürələrdir, aşıq havalarından ötürü ölürdü, həqiqətən ölür. Elə bil ki, bu da mən də bir dənə saz çalanmaram, bir dıngıltı eləmərəm. Amma bircə dənə səhv eləsin ha, mən onu saz duyuram. O da o aşıq Ələsgəri çox sevər. Aşıqlardan ötürü ölürdü ki, biz bununla dost olub... Axırıncı dəfə sizə gələndə nə ifa eləsin? Deməli, adam var, bir kəndi talayır, ovanı talayır. Adam var, kənd qurur, ova qurur, şəhər qurur. Tamam, doğru. Bəli. Deməli, məni və mənim həmkarım Fəzail Miskinlinin biz bir yerdə Həmid müəllim Hacıyev, o da İvanovkanın çox hörmətli kişilərindən biridir. Təxmin 95-96-cı illər olardı, belə bizi Vidadi müəllimlə tanış elədi. O dostluq ta ömrünün sonuna qədər davam elədi. Biz bir yerdə həmişə çörək kəsdik, böyük tədbirlərdə iştirak elədik. Onun nə qədər qurduğu, yaratdığı tədbirlər oldu, orada həmişə aşıqlar iştirak elədi. Açılışında mı olur? Məktəbin açılışında, körpünün açılışında, meçidin açılışında iştirak elədim. Bir xüsusiyyəti deyim Rəşid müəllim. Deməli, o İvanovka bildiyimiz kimi ölkəmizin elə bir dilbər güşəsində, elə bir strateji mərkəzdə eyni zamanda yerləşir ki, o kənd relyefindən də gözəldir. O kənd insanlarla da gözəldir. Tamam, doğru. Mənim üçün Həmid müəllim, Vidadi müəllimlə o vaxtı tanış elədi. O kəndə mən dəfələrlə getdim. Gedəndə orada mən ağsaqqal kişiləri, Hacıquluoğlu Məhəmməd var idi, Allah rəhmət eləsin, 100 yaşdan çox yaşadı. 105 yaş yaşadı, bəli. Ondan sonra Vidadi müəllimin atası Əli Süleymanov müharibə veteranı idi, çox ağsaqqal bir kişi idi, müdrik bir insan idi. Sonra Hacı müəllim, Allah rəhmət eləsin. Mənlə bir oxuyub Hacı müəllim. Bəli, bugün onun evlatları Respublika səviyyəsində böyük hörmətə malik olan Həmid müəllim, Rafiq müəllim, Ramiz müəllim, Rasim müəllim, onlar çox bir hörmətli insanlardır. Fətəli müəllim var idi. Oğlu Ruslan müəllim bugün Rusiya prezidenti ona böyük mükafatlar verdi. Onun hamısı, mənim də hamının adını çəkmə imkanım yoxdur. Hamısı o İvanovkada böyüyüblər, orada böyük başa çatıblar. Onların bir xüsusiyyətini deyim ki sizə, mən dəfələrlə orada bir el sənətkarı kimi, bir onların yaxın dostu kimi iştirak etdiyimdən o xüsusiyyəti mən dəfələrlə görmüşdüm. Elədikləri işi ömrü boyu hardasa reklam eləməzdilər. Eləməzdilər, qəti. Yığılardılar bir yerdə. Məktəbin açılışında məsələn, özüm şahid olmuşam. Yığılar məktəb açıldı, bəli. Hərə bir tərəfdən alqış, sağ ol, kömək.
tədbir bir festivala dönərdi o tədbir. 3 günlər. O İvanovkanın gözəl meşələrində 3 günlərlə, 5 günlərlə tədbirlər, çalmaq, oxumaq, respublikadan muğam ustaları gedərdi, aşıqlar gedərdi. Orada məsləhət eləyərdilər ki, yaxşı, nə çatışmamazlıqlar var. Birinin xəstəsi var, gəlin filan kəs ona kömək eləsin. Digərin bir işi boynuna götürərdi. Yəni bu bir örnək kimi digər rayonlara da belə sözlə, söhbətlə yavaş-yavaş yayılırdı. Yəni Vidadi müəllim və onun ətrafında olan dostları belə insanlar idi. Qulu müəllim, Qulu Quluyev. Bəli. Çox görmüş. İndi sən görsən o kənd tanımazsan. Kəndin qabağında meşəli vardı, seyrəkzad ağaçlar vardı. İndi Qulu müəllim qoymur onu kəsməyə, and olsun Allah. Elə meşə yer, belə cənnətə baxırsan, elə bir ki. Sağ olsun, bunlar qoruyur, Qulu müəllim böyük kişidir ki, oranı qoruyur. Bu günə qədər də qoruyur. Heç kəs də onun xətrinə dəyə bilməz, çünki bu meşəmizi qoruyur. Elə gözəllik deyil, elə gözəl yaradıb, pər bulağı var, orada bir bulaq özü düzəldir. Çox gözəl, insanlar istirahət edir. Pər bulaq yoxsa? Yox. Bu insanların ümumiyyətlə qayəsi Rəşid müəllim özü yaxşı bilir, bəli. Bu insanların qayəsi xeyirxahlıqla yoğrulur. Bu önəmli bir, əhəmiyyətli bir məsələdir. Düzdür. Və mən onu deyim ki, indi həyatdır da, ömür belə gətirdi. Günlərin bir günü mən getmişdim, yenə Nijnovartovskidə yaşayırdı Vidadi müəllim. Söhbət eləyirdik. Dedi, mən gəldim, çox bir ömrümün hardasa bir çox önəmli bir vaxtında, hardasa bir 30-35 yaş olan vaxtları olub o vaxtları. Baxdım ki, deyir, bax, gördüyün ərazidə heç bir bina yoxdur. Nəsə yaşayış üçün ora çox çətin bir yerdir. Çox soyuq olan bir yerdir. Allah Taala baxdım ki, bir 3-4 ildə, bir neçə ildə mənə elə bir sərvət verdi, elə bir qüvvət verdi ki, artıq bu gördüyün yerdə böyük binalar yüksəlir. Mən öz-özümə Allahımla danışdım, fikirləşdim ki, ney Allahım? Bəli, bu bəşər evladı üçündür, burada yaşayanlar da insanlardır. Bunu da mən öz zəhmətimlə yaratdım. Ancaq mənim vətənim də var, mənim elim ovam da var. Sən bana imkan ver, mən orada da nələrsə yaradım. Ondan sonra böyük Allah bu imkanları yaradıb, o Rəşid müəllim bəyəkləri sadaladığı o nə qədər ki tikililər var, nə qədər xeyirxahlıqlar var, ondan sonra baş verdi bunların hamısı. Bəli. Həyat da, sonluq da belə, ancaq Vidadi müəllimin çox gözəl... Ondan artıq yaşaya bilməzdir. Bəli. Bunu anlamaq lazımdır. Bir dəfəlik bilmək lazım, bu insan bundan artıq yaşaya bilməzdir. Onun ürəyi o qədər şeylər, bilirsən əziyyətlər çəkir bu, əziyyətlə bərabər o millətinə qulluq edir. O, böyük bir insan idi. Bu, tarixi bir adam idi. Mən bir də deyirəm, iş adamları, siz də anılmaq üçün bu işlərdən görün, vətəninizə, xalqınıza xidmət edin. Bir kasıbın əlini, mən demədim ki, Məmmədin Həsən əlini tutdu, ona pul verdi, ev tikdi, orasını yamadı. Görürsən, nələr var? Elə şey var ki, ümumiyə aiddir. Bir kəndə aiddir, bir ağla aiddir. Onun yolunu çəkmək, suyunu çəkmək, nə bilim mən, məktəb qoymaq, bəli, mədəniyyətimizi artırmaqdır. Yol mədəniyyəti. Bunlar hamısı xalqa xidmət edir və xalq da ona qiymət verir. Qiymət də verəcəkdir. Bu, mən belə hesab edirəm, Vidadi Süleymanov bu dəqiqə insanların ürəyində yaşayır və nə qədər ki İvanovka kəndi var, Gədəbəy var, dostlar var, onun ürəyində yaşayır. Nə qədər o kənd yaşayır, 100 illərlə, 1000 illərlə yaşayır, o körpü Vidadi körpüsü, o məktəb Vidadi məktəbi, o məscid Vidadi məscidi. Hər şeyin başında, yəni belədir ki... Mən üçün maraqlıdır, deyin zəhmət durur. Vidadi müəllimi mən həmişə... Sadəcə olaraq axırıncı dəfə sizə gələndə, bax, o bir sıfır açmısınız, mən təbii onu bilirəm. Allah həmişə urzunuzu bol eləsin. Bilirəm, dərəcəksən, nə yediniz, nə içdiniz, araq içdinizmi, Allah ölsün. Yox, onu demərəm. Yox, nə yedişdi, o halallar olsun, o. Son dəfə, bax, o masa arxasında o sazınızı götürdünüz. Çox söhbətlər elədik. Üstadnamələri xüsusən sevərdim. Xüsusən sevərdim üstadnamələri. Düz deyir.
ancaq hikmətli sözlərə çox gözəl qiymət verərdi. Təbiəti çox sevərdi, vətəni çox sevərdi. Vətənin o başı bu başı söhbəti onun dilinə gəlməzdi. Onun cənubu da, qərbi də, şərqi də bütün sevərdi. Mən bir şey də deyim, Rəşid müəllim, üzr istəyirəm. Deməli, mən dəfələrlə müşahidə etmişdim. Yanımda dostlarım da müşahidə etmişdi. Bu insan yatmaq nədir demək olar onu bilmirdi. Çox az yatırdı. Çox az yatdı, zəhmət. Ha bax görürdün iş başında. 1 saat, 2 saat bəlkə də yatırdı. Ona cavab verək. Alo. Salamünaleyküm. Salam aleyküm, axşamınız xeyir. Hər vaxtınız xeyir olsun, hər vaxtınız xeyir olsun. Kiminlə danışırıq, zəhmət olmasın? Allah Vidadi müəllimə rəhmət eləsin, Allah o dünyasını versin. Oradakı qonaqların hər birinə təşəkkürümü bildirəm. Sizi narahat edən Gədəbəyonun Arqıran kəndindəndir, Mübariz. Oradakı qonaqların yenə hər birinə təşəkkür edirəm. Vidadi müəllimin Allah o dünyasını versin, yerini cənnət eləsin, Allah rəhmət eləsin. O rayonumuz üçün böyük işlər görüb, böyük, yaxşı, mən elə bir şəxsə, yəni vallah özüm də buluram, danışa bilmirəm, Allah onun o dünyasını versin. Oradakı qonaqların hər birinə təşəkkür edirəm. Allah canınıza sağlıq versin ki, belə bizim insanlar, bizim belə oğlanlarımızı işıqlandırırsınız ekran qarşısında, ekranda, televizorda bu bütün dünya qulaq asır. Çox təşəkkür Allah onun o dünyasını versin. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Çox təşəkkür edirəm. Bizim haqqında bu verilişi qılığınıza görə. Rəşid müəllimə, Altay müəllimə, o qardaşa hamınıza təşəkkür edirəm. Allah sizdən razı olsun. Mübariz müəllim, üzr istəyirəm sizdən. Sizin Vidadi Süleymanovla lap yaxın bir münasibətiniz var idimi? Dostluq münasibəti? O elə bir insan idi, tanıyırdım belə. Ancaq yəni oturub durmamışam da yalan. Ancaq onun elə adı biz üçün hər şeydən əziz idi, Dilşad xanım. Hər şeydən əziz idi onun adı. Elə bir oğlumuzun, elə bir Azərbaycanın. Bu yəni o bütün dünyada fəxr, bizim rayonumuzun fəxri idi o. Elə bir insanlar. Çox sağ olun, var olun. Çox təşəkkür edirəm. Hər birinizə təşəkkür edirəm sizin Vidadi müəllim haqqında veriliş hazırladım. Borcumuzdur, çox təşəkkür edirəm. Cəngə görə minnətdarım. Çox şeirlər oxuduq, orada çox sənətkarlar iştirak elədi. İmkan dərəcəsində onun ikisini burada xatırlayardım. Bəli, buyur. Bu dünya meydimi, ya məzədimi? O meydə məzədən iç kişi kimi. Namərdə dost olma, mərdin dostu ol, həyat yollarından keç kişi kimi. Lazım gəlsə vətən üçün yan oda, aldanma dövlətə, şöhrətə, ada, zamanın hakimi olsan dünyada, yaxşıyı yamandan seç kişi kimi. Qiymətli bir daş ol ləllər içində, səni gəzdirsinlər əllər içində, yaxşılığın qalsın ellər içində, köçəndə dünyadan köç kişi kimi. Bir də Dədə Şəmşirdən bir şeir demişdim, çox düşündü, çox dedi, çox sağ ol. Namərd sənin qulluğunda qul olar. Öz işi düzəlib bitənə kimi, nadanlıq eləyib üzünə gülər, əli bir tərəfə yetənə kimi. Dost qədri bilməz, nadan, sərsəri, bu el məsəlidir illərdən bəri, qoy sellər aparsın nanəcifləri, boylan bax, gözlərdən itənə kimi. Şəmşir gərək dost ocağın qalasın, hər kəs çəkər öz dilinin balasın, qoy səni şir yesin, şir parçalasın, tülkü kölgöyündə yatana kimi. Ruhu şad olsun. Çox təşəkkür edirəm və bizim rejissor bildirir ki, o qədər zəhlər gəlir ki, amma biz onların hamısını telefon bağlantısı yarada bilmirik, amma imkan daxilində biz telefon bağlantısı yaradırıq. Növbəti bir telefon bağlantısına cavab verək. Alo. Axşamınız xeyir. Axşamınız xeyir olsun. Dilşad xanım, sizi narahat eləyən Gədəbəy rayonunun İnnəkboğan kənd sakini Hafizdir. Buyurun Hafiz müəllim. Müharibə iştirakçısı. Dəfələrlə sizə çox zəh vurmuşam. Çox heyfkin qəbulunuza düşə bilməmişəm. Şükür bugün düşdünüz. Buyurun eşitiriz. Mən bugün bu verilişə görə çox minnətdaram. Qardaşı Rizvan müəllimə də, şəxsən ağsaqqalımız Rəşid müəllimə. Sağ ol. Hafiz qardaş, sizin Vidadi Süleymanovla lap yaxın bir dostluğunuz olub mu? Yox, yəni ki, elə yaxın, özünü görməmişəm, belə zadım olmuyor. Ancaq bütün hər bir ətrafını bilirəm. Görürsən.
Çox təşəkkür Yəni bir edirəm. yerdə olub döyüş vaxtı Hafiz. Döyüşdə bir yerdə oldu. Şəxsən bizim ağsaqqalımız orada olan Rəşid müəllim çox bizim Gədəbəy rayonunun böyük ağsaqqalı, böyük nə bilim yol göstərəni. Rəşid müəllim düzdür, bəlkə də üzbə surat gəlsək bizi tanımaz, məni tanımaz. Daha doğrusu bir neçə yerdə ondan bir yerdə olmuşam. Çox sağ ol, təşəkkür Çox sağ olun ederim. Hafiz müəllim, var olun, Allah sizi qorusun. Allah o eli, obanı var eləsin ki, belə bizim çox dəyərli insanlarımıza qiymət verir. Deyir, insana gərək sağlığında qiymət verilsin. Sağlığında da qiymət onun dostları yəqin ki verir. El oba, onun ayağı dəydiyi hər bir qarış torpaq belə ona qiymət verir. Bugün onun ətrafında görün nə gözəl dostlar var. Onların ürəkləri doludur və istər Azərbaycanda, istər Azərbaycandan kənarda ürək dolusu onun haqqında tanıyan xoşbəxt o insandır ki, bir başqası onu tanımır. Tanımayanlar görünər. Görün nə gözəl sözlər deyir. Nə əməllər elədiyini hamı bilir. Bəli. Amma üzdən tanımırlar. Amma bu çox doğrudan da belə şeyləri qabartmaq. Bu Vidadi Süleymanov bax iş adamları üçün bir örnəkdir. Bəli. Bizim xalqımız üçün bir örnəkdir. Bir Gədəbəyli üçün bir örnəkdir. Və Vidadi Süleymanov haqqında çox gözəl söz dediniz Rəşid müəllim. Mən sizin bu sözünüzü bir daha yenidən ona qısa da olsa üstü örtülü qayıdacağım. Yəni qısa, balıca ona toxunub gedəcəm. Çünki Rəşid doktor çox gözəl dedi. İnsan bilirsiniz, imkanı olan, urzunu verən Allahdır. Bəli. Allah hər bir kəsə pul da verə bilər, urzu da verir. Amma bəzən Allah sevdiyi bəndəni sınayır. İnsana Allah var dövlət, pul verəndə bir başqa kasıb üçün bir vəsilə yaradır. O insan. Amma vəsilə yaratmaqla o insan o imkansızlara əl tutmağı bacarırmı? Ürək varmı o sərvətini insanlara paylasın? Deməli, bu cür insanlar var, olub, olacaq da. Amma Allah bəzən reklam dəqiqələri yaxınlaşır, onu deyim, Allah bu cür sevdiyi bəndələrin sınaqdan hər cür keçirir, yaxşı bəndəni. Allahına şükür eləməyi bacarırsa, ey gözəl Allahım, sənə şükürlər olsun. Verən də sənsən. İnsan doğulanda onun qabağına yaz. Mənim qabağıma pul yazmayıb Allah'tan. Ağar, öldürməklə döyüldür. Məni qədər çalışan yoxdur. Onu qədər vuruşan yoxdur. Bax, siz bana mən çoxdan tanıyıram. Sizlər mənəvi insanlara dəstək olursunuz. Hər adam, indi biri pulla, biri mənəvi. Dost, Allah uzaq eləsin. Dara düşəndə o demək deyil ki, mənim pulum yoxdur deyə mən gəlib həmin insana baş çəkməyim. Gəlirəm, ay Allah, bir çayını verərəm, bir suyunu verərəm. Budur, dostluq budur. Amma sağ da, yalancı, şiriyə toplaşan arılar kimi yox, reklam dəqiqələrimiz çatdı. Söhbətimizi davam edək. Reklama bağlanaq. Altay müəllim, sizin o gözəl fikirlərinizi eşidərik. Reklam dəqiqələrimiz bitdi. Mən deyirəm ki, Altay müəllim də söz deyirdi. Bir 5-6 dəqiqə söhbət eləyək. 5-6 dəqiqədən sonra gözəl bir yenə sujetimiz var. Ona baxaq, sonra yenə... Əvvəlcə bir iki kəlmə söz deyim mən. Buyurun. Çox həyatın qəribə işləri var. İnanırsınız, mən Rizvanı çoxdan tanıyıram. Bu adam Gədəbəy uğrunda vuruşub. 1991, 92, 93, 94'e qədər vuruşublar bunlar. Özdəki bunlar inanırsınız nə vəziyyətdə vuruşub. Onda heç tüfək tapılmırdı, çətindir. Amma mən bu rəhmətə gedənə qədər bilmirdim bu onun qardaşdır. Elə bir Allah
bilirsən nətərdir? Bu qardaşları bu xalqa verib ki, bunlar işləsin. Bu xalqa verib ki, Allah, sən xalqına xidmət edilən, sən torpağını qorumalısan. Öləcəksən, bu torpaqda öləcəksən. Bunlar böyük qəhrəmanlıq göstəriblər. Gədəbəyin getməməsində Rizvan, nə bilim, mən sadəyim, açıq deyirəm, Rizvan müəllim var, ondan sonra Mahmudov Faiq var, ən əsası da Əmrah var, Əmrah Cabbarov, bunlar və Şəmkiri olan adı nədir? Dilqəm Əliyev, İlham Əliyev qardaşları, onlar çox çalışıblar o Gədəbəydə torpağın getməsi. Bunlar, məsəl üçün, həyatlarıyla oynayırdılar. Elə bir çətin idi, onların hər şeyi vardı, tüfəngləri zaten bunların yox idi. Amma onunla bunlar, o iradə ilə döyüşürdülər onlar. Bizim Gədəbəyimizi qoymadılar. Elə bil ki, o Süleymanovların qanına yazılıb ki, mən bu xalqa xidmət eləməliyəm axıra qədər. Orada-burada yeyib şirlənən adam olmayacaq. Bu həqiqətdir. Bu, Allah onlara yazıb, bu nəslə yazıb. Bax, siz rəhmətli İlyas Tapdığın o gecəsində belə bir söz dediniz ki, Gədəbəyin, o elin, obanın tanınmış şəxsiyyətlərinlə bağlı adlar çəkirdiniz ki, üstü qoyulsun, nə bilim, heykəl. Yox, bu saat mən çalışacağım. Valla mən çalışacağım, bax qulaq. Mənim əsas məqsədim Gədəbəydə, bax qulaq, Gədəbəydə, bax, birinci Qoşqar Əhmədovun adına ispeni verilsin. Onu təşkil edəcək. İkinci, onun büstü qoyulsun. Ondan sonra mən istərdim ki, İlyas Tapdığın büstü qoyulsun. Mən istərdim Dəmir Gədəbəylinin büstü qoyulsun. Onlar böyük şairlər, Azərbaycan xalqının şairlər. Təkcə Gədəbəyin yox, mənim. Amma onların da yanında Vidadi Süleyman, o məktəbin adı Vidadi Süleymanovun adına qoyulsun. Çalışaq bunu eləyək. Bu adam doğrudan da xalqına xidmət edir. Əziyyət çəkib xalqı üçün. Təkcə onu aparıb yiyib, o vermədə bilərdi. Aparıb banca da qoyardı. Başqa şeylərlə məşğul olardı. Amma bu xalqına xidmət edib. Bu böyük adamlardır. Bəli, çox təşəkkür edirəm. Və bayaq siz sonda nəsə demək istədiniz? Bayaqlar onu demək istəyirdim ki, Vidadi müəllimin gözəl ailəsi var, evladları var, nəvələri var. Yəni onlar başlarını həmişə uca tutmalıdırlar. İnşallah uca da tuturlar. Yəni o uşaqların atası, o ailə nə böyük işlər gördüyünü, o uşaqlar dərk eləyir, gələcəkdə dərk eləyəcəklər. Yəni bizi kimi, Rəşid müəllim kimi böyük ziyalılarımızın danışığından, sözündən, söhbətindən, verdiyi qiymətlərdən, sənətkarlarımızın danışdığı sözlərdən, xatirələrdən və eyni zamanda ən başlıcası, rəhmətli Vidadi Süleymanovun bu dünyada, bu insanlar üçün, bu vətən üçün, bu torpaq üçün qoyub getdiyi o böyük, qurub getdiyi o tikililər, yaratdıqları, onlar hamısı zəmin yaradarkən, bəli, o evlatlar ömrü boyu başlarını yuxarı tutsunlar. Orada gedəndə siz yadınıza gəlirmi, ilkin, bax, bu veriliş ki, bunları orada çəkənlər. Onun bir başçı qızı var. Orada Vidadinin bir şəklini çəkmişdi. Əllə toxunma. Əllə baxdım ona. Deməli, bu insanların, bu nəslin yenində var, ay xanım. Bu ziyallıq, xalqa xidmət, belə doğrudan da fitri istedad. Cavan bir uşaq idi, qız uşaq idi. Nə çəkmişdi? Mən elədim fotodur. Mən elə qabaqca bildim foto. Dedilər, yox, bu baxım, görüm, əllə toxunma kişinin, nə təri. Rəhlərinə bıraq ona, gözəlliyə bir bax. Elə bil ki, bir rəssam bir fırça ilə orada işləmişdi. Doğrudan, fikir verirsin, nə təri. Mən əvvəlcə elə bildim, foto çəkirdi, Allah'ın olsun. İndi icazənizlə növbəti sujetimizə də baxaq, dinləyək. Birincisi deyərdim ki, onun bugün ad günüdür. Allah ruhunu şad eləsin, məkanı cənnət olsun. Mənim də öz xatirələrim var. Mən bir şey demək istəyirəm ki, Vidadi insana xas olan bütün həyatı boyu həm çətinliyi,
həm əzabı, həm əziyyəti hamısını gördü. Yəni insanın həyatında nə baş verə biləcəksə hər birini gördü Vidadi. Demək olar ki, onu Allahın xoşbəxt insanı saymaq olardı. Onun xoşbəxtliyi ondaydı ki, o öz xoşbəxtliyini öz dostlarıyla axtarırdı, tapırdı, hər birini arayırdı. Hər birinin çətinliyinə şərik olurdu. Elinə obasıyla maraqlanırdı həmişə. Mən ondan çox kiçiyəm, düzdür, 12 il fərqimiz var. Amma mən də tanıdığım qədər çox yaxşı adam olubdu, hamıya hörmətlə yanaşıbdı. Şəxsən mənə bilavasitə onun çox hörməti keçibdi. Qardaşlarla da dostluğum var, olub həm də davam eləyir. Məkan cənnət olsun, Allah rəhmət eləsin. Vidadi doğrudan da vətənpərvər olan idi. O məkanından, yaşayışına fərqli deyil ki, insan ya vətəndədir, ya digər başqa bir yerdədir. Onun vətənpərvərliyi harda olur olsun orada da bildirilir. Onun əməlləri ilə, onun işinlə, onun xalqına münasibətindən. İnsanın yolunu davam edən onun bir ilk növbədə yaxınlarıdır. Onun qardaşlarıdır. Allah canlarını sağ eləsin. Allah onun övladlarını saxlasın. Həyat yoldaşını saxlasın ki, onların başının üstündədir, keşiyindədir. Vidadinin yolu davam eləyir. Mənə elə gəlir ki, o elə bir iz qoyub gedib ki, o silinməz bir izdir. Vidadi Süleymanov elin oğluydu. O gördüyü işlərlə, tikdiyi məktəb, meşid və körpü ilə hər bir insanın qəlbində bir xeyirxah insan kimi yaşadı. Mən inanıram ki, illər keçsə də Vidadi Süleymanov o kətdə və o ərazidə çox böyük hörmətə sahib olacaqdır. Hər biri onu çox istəyəcək. İvanovka əhalisi ağsaqqalından tutmuş körpələrinə qədər hər birinin qəlbində gözəl bir xeyirxah insan kimi bugün də yaşayır. Allah rəhmət eləsin. Məkanı cənnət olsun, ruhu şad olsun. Allah rəhmət eləsin. Bugün elə bir adam haqqında söz deyirsiniz ki, bu ağsaqqallarımızdan, müəllimlərimizdən sonra söz demək adam biraz həddindən artıq məsuliyyət hiss eləyir. Bəli, Vidadi Süleymanov elimizin, obamızın çox dəyərli oğludur. Hətta fəxr eləyirik, biz belə oğullarımız var, bizim kəndimizdən belə oğullarımız çıxıb. Bizim Gədəbəyimizdən çox gözəl ziyalılar, iş adamları çıxıb. Onlardan biri də Vidadi müəllim idi. Təəssüflər edirəm ki, o aramızdan vaxtsız getdi. Allah rəhmət eləsin. O bizim qəlbimizdədir. O bizim qürur yerimizdir. O bizim gələcək nəslimizin qürur yeridir. O bizim müasir devrin, mən deyərdim ki, Hacı Zeynalabdin Tağıyevi, Musa Nağıyevi, Səmənd ağası idi. Allah ona rəhmət eləsin. Belə bir misal var, deyirlər ki, gələcəyə ən yaxşı sərmayə təhsilə qoyulan sərmayədir. O da təhsilə ən bacardığını elədi, yəni hamımız görürük. Allah rəhmət eləsin, yerdə qalanların canı sağ olsun. Ne derim, Allah rəhmət eləsin, ailəsinə can sağlığı versin. Kəndimiz üçün çox xeyirxah işlər görüb. Allah ailəsinə can sağlığı versin, Allah rəhmət eləsin. Məkanı cənnət olsun, əsrlərlə yadda qalası bir iz qoydu getdi. Ailəsinə can sağlığı, qəbri nurla dolsun. Allah Vidadiyə rəhmət eləsin. Qəbri nurla dolsun, yaxınlarına Allah səbir versin, ruhu şad olsun. Paxıllıqdan, xəbislikdən uzaq, gözəl insan, xeyirxah, layiqli vətəndaş, Azərbaycanımızın dəyərli övladı olduğu üçün sevildi. Yoxluğuna inanmaq ağır olsa da, xatirələrdə əbədi yaşar bir insan adı var. Vidadi Süleymanov. Vidadi yoxluğuna barışmayan əsil dostları, qohumları, doğmaları, özlərini nə qədər şax tutsalar da, hiss edirsən ki, hər birinin başları onun uyuduğu müqəddəs torpağa doğru əyilir. Qarşısında baş əymək üçün ömür boyu elinə, obasına, dostlara elədikləri yaxşılıqlarına və hamı üçün dəyərli bir insan adına baş əymək üçün.
Dədi haqda o qədər deməli sözlər var ki. Dədi bizim böyüyümüz olub, ağsaqqalımız olub. Nə demək olar, nə deyə bilərəm? Mən də bacısının adından deyə bilmirəm. Qəni rəhmət eləsin. Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Vidadi Süleymanovun sərvətlərindən yalnız onun adını daşıyan övladları, eləcə də kəndində qurub yaratdığı təhsil ocağı, Allah evi, mədəniyyətimizin göstəricisi olan yol və əsl dostlar qaldı. Bu müqəddəs məbədgahın, bu məktəbin açılışı münasibətindən təkcə Gədəbəyliləri yox, bütün Azərbaycanı təbrik edirəm. Çünki bu məktəb Azərbaycana məxsusdur. Açılan hər səhərin qoynunda yaz nəfəsi var. Əziz müəllimlərin ürəyinin səsi var. Sana könül verənin açılır gözü məktəb. Ən şirin xatirənin ən şirin sözü məktəb. Əziz dostlar, məktəb elm, təhsil və mədəniyyət mərkəzidir. Bugün İvanovka kəndində açılan bu məktəb bizim Gədəbəy cəmaatının böyük sevincinə səbəb olan bir hadisədir. Eşq olsun bu günə. Bu adi gün deyil, adi gün deyil. Bəlkə də bu günün adı gün deyil. Bu adi gün deyil, adi gün deyil. Bəlkə də bu günün adı gün deyil. Vaxtın qızıl vaxtı deyək bu günə. Günlərin paytaxtı deyək bu günə. Azərbaycanda belə bir deyim var. Sən vətən üçün nə edibsən? Vətən sənin üçün nə edib yox? Sən vətən üçün nə edibsən? Mən hesab edirəm ki, hər kəsin bu dünyaya gəlişinə bir missiyası var və bu missiyanı sən vətən üçün nə edibsən sualı qoysaq, Vidadi vətən üçün, Azərbaycanımız, Gədəbəyimiz, İvanovka üçün bu sualının cavabında artıq etdiyini edibdir, belə deyək. Və vətən üçün elə şey edibdir ki, tarixən zamanlar 50 il, 100 ildə keçsə, Vidadi xatırlanacaqdır. Allah bizdən nə istəyir? Mərhəmət, səmimiyyət, ünsiyyət, ədalət, haqq, yetimin malını çalıb yeməmək, bir kimsənin arxasınca danışmamaq, əlindən gəldiyi qədər yaxşılıq eləməyə çalışmaq. O insan da bunu edibdir və onun doğrudan da haqqında gözəl sözlər demək üçün ziyalı sözünə, ziyalı fikrinə çox ehtiyac var və musiqiçilərin də yaxın dostluğu olduğu üçün, musiqini dərindən sevdiyi üçün mən belə düşünürəm ki, o elə hamımızın qardaşımız, hamımızın belə deyək, əmimiz, dayımız, atamız olub, ruhu şad olsun, məkanı cənnət olsun. Mən də onun ruhuna, ruhu şad olsun deyə bir nəğmə ifa edəcəm. Buyurun, dinləyin.
yar yadıma düşür səhərim. Qayıt mənim gülüm, yer bəyər əylə, dərdli səhərləri, gecələri sən. Qayıt yerinə qoy ayı güneşi, qayıt gözüm nuru könlüm ateşi, qayıt səhmana sal bu kainatı, ne gelmez oldu, ne gelmez oldu. Qayıt mənim gülüm, yer bəyər əylə, dərdli səhərləri, gecələri sən. Qayıt yerinə qoy ayı güneşi, qayıt gözüm nuru könlüm ateşi, qayıt səhmana sal bu kainatı, ne gelmez oldu, ne gelmez oldu. Ne gelmez oldu, ne gelmez oldu. Ruhun şad olsun. Elimizin, obamızın fəxri, qüruru Vidadi Süleymanov. Rahat uyu. Rahat uyumaq üçün dostlar, doğmalar, əzizlərin sizin arzularınızı mütləq yarımçıq qoymayacaq. Ruhu məkanı cənnət olsun. Allah rəhmət eləsin. Xoşbəxt o insandır ki, istər bu dünyada, istər əbədi dünyasında həmişə sevilsin, anılsın və o insan haqqında el, oba dəyər versin, söz desin, xalqı dəyər versin. Bax, əsl yaşayan insan odur. Yaşamaq o deməkdir. Bax, yaşamaq Vidadi Süleymanov kimi insanlardır, yaşayır. O ölməyib. O yaşayır, o qəlblərdə yaşayır. O
bax hər o məktəbin qabağından keçəndə, o hər gün, hər saniyə o bizim xalqın, elinin, obasının qəlbində yaşayır. Aramızda da onun ruhu. Hər gün onun adı anılırsa, demək o yaşayır. Bugün sizin kimi dəyərli elin, obanın, Azərbaycanın sizin kimi tanınmış ziyalıları, tanınmayan insanlar, ürək dolusu, heç ona bir yardımı bəlkə də olmayıb. O insanlar o haqda o qədər gözəl söz deyirsə, deməli o yaşayır. Mən bir şey deyim, mən o məktəbi çalışacağıq ki, biz doğrudan da dövlətlə, hakimiyyətlə danışaq, o məktəbi onun adına verək. Əgər verməsələr də bizim ixtiyarımız var ki, bu məktəbi tikdirən 1900 filanıncı ildə Vidadi Süleymanov olub və onun divarına yapışdıraq. Buna haqqımız, özümüzün haqqımız çatır. Bunu elə belə eləyib, gedib bu yayda çox xahiş edirəm, bütün mən ziyalıları çağıracağım və o məktəbin divarına bunu yazdırıb qoyduracağım. O yazılıb bu. Mən amma istər, o varsa, onda mən istərdim ki, o məktəb onun adına olsun. İnşallah, inşallah. Sonda bir 10 dəqiqə vaxtımız var. Mən istəyirəm ki, hər birinizin ürəyinizdən keçən, onun ruhunu, onun adını bu dəqiqə, bu anımızda onun ruhunu şad eləmək üçün onun adına içinizdən gələn nə sözünüz var? Buyurun. Vallahi mən sizə bir şey deyim, xanım. Dost itirmək çox çətin şeydir, bu həqiqətdir. Bilirsiniz, qardaş itirmək o da çox ağır işdir, bu həqiqətdir. Dost hər adama deyilmir. Hər adama salam verdi, yaxınam, nə bilim, çörək kəsdin, neynədir. Bu demək, dost başqa bir şeydir. Bu, bilirsən, Vidadi Süleymanovun dostları özü kimi idi. Möhkəm idi dostluğa. Qabiliyyətli adam idi. Amma bir şey vardı ki, o bir yerdə dayanmırdı. Daima işləkdi, neynəsə, telefonu ona çalırdı, bunu çalırdı. Çox qəribə xasiyyəti var idi. Amma dost itirmək çox çətindir. Bilirsiniz, qadınlara nə var ki, qadınların bir rəfiqəsi olur, o birisindən də görüşür, bu birisindən də. Hamısı da rəfiqə deyir, gəzə bilirsiniz. Amma biz daxilən kişilər üçün çox çətin olar ki, o səmimi dostluq var ki, onu itirməkdən çətin şey yox. Mən o bəxt dedim, o dostuma deyirəm ki, vallahi mən aləm üçün heç kəs üçün yaşamıram. Mən qorxuram ki, bu dünyadan ölüb gedəndə mən səni görməyəcəm. Bəla burada da, dostu görməyəcəksən. Uzun ömür, can sağ versin. Allah qəni rəhmət eləsin. Vidadi kimi insanlar örnəkdir bütün ziyalılarımız üçün, bütün iş adamları üçün. Və rəşd doktor Vidadi Süleymanov haqqında deyəsən İvanovka kəndindən bir telefon bağlantımız var. Alo. Axşamınız xeyir xanım. Axşamınız xeyir olsun. Özünüzü təqdim edin. Sizə çox təşəkkür edirəm. Bu verilişi hazırladığınıza görə sizə çox minnətdaram. Vidadi Süleymanov rəhməti haqqında bunu işlandırırsınız. Bizim üçün çox qürur vericidir. Təşəkkür edirəm, borcumuzdur. Allah sizin köməyiniz olsun. Və sizin qonaqlarınızı da hər birini salamlayıram. Bizvan qardaşımızı da salamlayıram. Mən özüm İvanovkada texnik institut vəzifəsində işləyirəm. Məktəbdə Vidadi rəhməti istediyi məktəbdə. Və sizə çox sağ olun deyirəm ki, biraz həyəcanlı yapmaq istəyini. Allah Vidadi Süleymanova qəni rəhmət eləsin. O bizim üçün ataydı, həm qardaş idi. O bizə hər dəfə gələndə, günü bu günə qədər də xatırlayıram ki, həmişə bu kəndimizə gələndə elə bir toy bayram idi bizim. Yenə çox sağ olun. Allah sizi var eləsin, sağ olun. Borcumuzdur. Çox təşəkkür edirəm, var olun. Baxın, müəllim idi, səhv eləmirəm. Onu dediyim məktəbdə dərs deyirəm. Bəli, bəli. Bax, budur. Həyat budur. İnsan, o deyirlər, ruh filan, doğrudan da ruh var, gözə görünmür, həkimsiz, siz bilirsiniz, var. Bax, bu dəqiqə onun ruhu nə qədər şaddır, nə qədər sevinir və sizin də bir sözünüzü alaq. Mərd yaşadı, kişi kimi gəldi, elə kişi kimi də getdi. Heç kəsə də əziyyət vermədi, ölümü də bilir. Hər adama da nəsib olmur o gözəl ölüm. Doğru deyir, ona şah ölüm deyirəm mən.
kaş ola hamımız elə öləyik, həqiqi deyirəm. Bu adam heç kəsə əziyyət vermədən, heç nə eləmədən kişi kimi yaşadı, kişi kimi də öldü. Ölümü də şah ölümü. Və ürəyi də biraz rahat oldu ki, elm üçün, obam üçün, doğulub boya başa çatdığım kənd üçün, o insanlar üçün, ehtiyacı olan insan üçün hər şey elədim. Evlatları var, onun nəvə var, vurdu, yaratdı, getdi. Çox böyük bir məhəbbət qazandı bu həyatda. Onun elə ən üstün olanı da elə o. Sevdi hamı onu. Bir telefon zəngimiz də var. Alo. Alo. Bəli, axşamınız xeyir. Alo. Axşamınız xeyir olsun xanım. Hər vaxtınız xeyir. Kiminlə danışırıq? Hər vaxtınız xeyir, Dilşad xanım. Hər vaxtınız xeyir olsun. Kiminlə danışırıq? Dilşad xanım, mən o... Yox. Vidadi müəllimə rəhmət oxuyuram. Mən də sizin yerinizəm, Gədəbəyliyəm, rayonun özündən. Sizləri yaxşı tanıyıram. Allah rəhmət eləsin Vidadi müəllimə. Allah qardaşlarını saxlasın, balalarını saxlasın. Sağ olun. Mən o qonaqlarını da salamlayıram. Allah Rəşid müəllimin ömrünü uzun eləsin. O bizim fəxrimizdir. Sağ olun, təşəkkür. Allah qorusun sizi. Allah köməyiniz olsun hamınızın ki. Allah mən bu gecə həm kədərləndim, həm şadlandım. Özünüzü təqdim edin, zəhmət olmasın. Mən yerlilərimi gördüm. Gördüm ki, Vidadi müəllim çox gözəl insan olur. Allah ona rəhmət eləsin, qəni-qəni. Yeri nurla da olsun. Çox sağ olun. Adınız nə oldu? Adınız nə oldu sizin? Tamara xanım. Tamara xanım. Allah sizi qorusun. Çox sağ olun Tamara xanım. Allah sizi qorusun. Buyurun ay Altay müəllim. Deməli, sonuncu gəlişində Rızvan müəllim də özü şahid oldu. Biz oturduq, çox söhbətlər elədik. Ancaq onun danışdığı söz xeyirxahlıq, xeyirxah işlərlə məşğul olmaq, gələcəkdə hansı işləri görmək. Hətta onun bir böyük arzusu da var idi ki, Aşıq məktəbinin tikintisinə köməklik göstərmək, ürəyində arzu kimi var idi ki, onu da eləmək. O arzu eləyirdi. Aşıq Mahmudu illər öncə dəvət eləmişdi. Aşıq Mahmud Məmmədov, bizim ustad aşığımız, Məhdər Mədəniyyətçisi Aşıq Mahmudu yaşadığı yerə dəvət eləmişdi. Mənim özümlə bir yerdə getmişdik. Rusiya? Bəli, Nijna Vartovskiyə getmişdik. Ona görə dəvət eləmişdi. O sözünü dedi, Mahmud əmi, bağışda ki, mən sizə narahatçılıq verib bu qədər uzaq yolu gətirmişəm. Mən özümə lazım olsaydı, mən özüm gedib sizə qulaq asardım. Ancaq mən istədim ki, burada yaşayan balalarımız, burada yaşayan elə insanlar var ki, burada doğulublar, burada yaşayırlar, məktəblidirlər, o yaşdadılar, yəni gedib gəlmək imkanları yoxdur. Mən istəyirəm bir neçə gün siz burada o yaxşı ustad sözlərinizdən, eyni zamanda dastan danışasınız. Hər hansı bir dastanı özünüz danışın. Burada yaşayan cavanlarımız bilsin ki, Azərbaycan xalqının nə qədər böyük bir mədəniyyəti var, nə qədər böyük bir abidəsi var. Onu mən xahiş eləyirəm günlərlə danışın. Nə qədər özünüzü rahat hiss eləyirsiniz, burada mənim qonağımsınız. Yəni Mahmud əmi orada Abbas Gülgəz dastanını günlərlə danışdı. Böyük restoranı var idi, rəhmətliyin özünün şəraiti var idi. Həmin yerdə təşkil eləmişdi, insanlar gəlirdi. Yəni təmannasız olaraq o qapı açılmışdı, süfrələr açılmışdı. Hər kəs gəlib, yeyib, içib, aşığa qulaq asırdılar. Yəni bu insanın xatirələrini danışmaqla tükənib bitən Çox sağ olun Altay müəllim, dəyərli tamaşaçılar. Bugünkü günümüz bizə ayrılan 2 saat elimizin, obamızın, Azərbaycanımızın fəxri olan, doğrudan da qürur mənbəyi olan bir söz var. Doğrudan da qürur mənbəyidir bu cür insanlar. Vidadi Süleymanov nəinki Azərbaycanda, Azərbaycandan kənarda da Azərbaycanımızın bayrağını, adını, sənətini, milli dəyərlərimizi, milli adət-ənənələrimizi, elimizə olan məhəbbəti ən uca zirvələrə qaldırdı.
Bax, bugün onun xatirə işığına toplaşdıq və hazırladığımız sujetlərdə də gördünüz ki, onun dostlarının bir qisminin ürək sözləri var idi ki, bizlərə, sizlərə çatdırsın. Və sonda bizim dəyərli qonaqların da öz ürək sözləri oldu və Rizvan müəllim, bilmirik necə hazırladıq, amma çox təşəkkür edirəm sizə. Qardaşlar adından təşəkkür edirəm sizə. Estağfurullah, bu mənim borcumdur. Sənin haqqın yoxdur deməyə, onun mənim haqqım var demək ki, mən bütün Gədəbəylilər adından, İvanovqallar adından, bütün o deməli, Vidadinin dostları adından sizə təşəkkür edirəm. Çox mükəmməl bir veriliş oldu. Mən sizə təşəkkür edirəm. Hələ bu onun bir hissəsidir, vallahi hər şeylər mən sizə sağ olun. Təşəkkür edirəm Rəşid doktor. Siz elə Rəşid doktor, elimizə, obamıza daim, bax, Gədəbəydə neçə dəfə çəkilişlərdə olmuşam, hər anda, hər bir hansı tədbir olsun, Rəşid doktor orada olur, o elini, o baslı, o qədər vətənpərvər ruh var sizdə. Mən sizin də qarşınızda baş əyirəm. Mən Vidadi Süleymanovun o ruhu qarşısında baş əyirəm, öz adımdan deyirəm. Çünki o cür oğullarımızı sevmək, yaşatmaq lazımdır. Sevib yaşadaq ki, gələcək nəsillərimizə, gənclərimizə də bir örnək olsun, bir məktəb. Doğrudan da bu cür insanlar bizim üçün örnəkdir, gələcək nəsillərimiz üçün örnəkdir. Dəyərli tamaşaçılar, bizə ayrılan vaxt sona çatdı. Sağ olun, Allah amanında qalın. Birinci gün yenidən görüşmək ümidi ilə.